Doktor, pasientlərimiz sual verirlər ki, babasil bağırsaq əməliyyatından sonra bizdə qeyri-adi səslər olur, qazlar olur. O nədən bağlıdır? Qeyri-iradi qaz ifrazının olması ilk növbədə pelvik tibi, çanaq tibi əzələlərinin turqorunun möhkəmliyinin pozulması ilə əlaqədardır. Çünki çanaq tibi əzələlərinin funksiyası pozulanda bu düz bağırsaq, uşaqlıq, vagina və sidik hissəsinin funksiyasına birbaşa təsir edir. Əzələlər öz tonusunu, turqorunu itirdiyinə görə, düz bağırsaq da divarlarında əzələvi orqan olduğuna görə qeyri-iradi olaraq hava qazın ifraz olunması baş verir. Bunun üçün əlbəttə ki, vaginoplastika əməliyyatı etmək lazımdır. Vaginoplastika ümumiyyətlə təkcə qadının reproduktiv orqanlarına, yəni ginekoloji orqanlarına müsbət təsiri ilə yanaşı, eyni zamanda düz bağırsağında fəaliyyətinə gözəl təsir edir və sidik hissəsinin fəaliyyətinə gözəl təsir edir. Çünki bu üç orqan kiçik çanaq orqanlarıdır və bu orqanlar çanaq dibi əzələləri ilə əhatə olunmuşdur ki, bunların fəaliyyəti birbaşa çanaq dibi əzələlərinin vəziyyətindən asılıdır. Ona görə də ağır doğuş keçirmiş pasiyentlər və ya yaşla əlaqədar olaraq, estrogenin azalması ilə əlaqədar olaraq çanaq dibi əzələlərinin elastikliyi pozulmuş olan pasiyentlər və ya ümumiyyətlə irsi olaraq əzələ boşluğu, əzələ bağ aparatında olan irsi boşluğa meyilli olan pasiyentlərdə əlbəttə ki, bu hər üç orqanın funksiyasında pozulma meydana gələ bilər və bunu aradan qaldırmaq üçün vaginoplastika əməliyyatı düzgün, peşəkarcasına icra olunmuş vaginoplastika əməliyyatı hər üç orqanın funksiyasını bərpa edir.